Salam əziz müəllimlər. Məktəbə qədər yaş səviyyəsinə uyğun standart üzrə nümunələri sizə təqdim etmək istəyirəm. Bəli, artıq bağça hazırlığı ilə bağlı YouTube kanalımızda izahlar olacaq. Məhz siz də tanışlarınızla bölüşsəniz çox sevinərik ki, məhz onlara dəstək olmuş olarsınız. Həm MİQ, həm sertifikasiya mərhələsindən bağlı videolar olacaq, həm ümumi təhsil, həm də bağça üzrə. Yəni məktəbə qədər üzrə dərslərimiz təşkil olunacaq. Məktəbə qədər dərsi mən keçirəm və qeyd etmək istəyirəm ki, mənim izahımla bütün məlumatları sizlər əldə etmiş olacaqsınız və ödənişsiz WhatsApp qrupumuzda var ki, daxil olaraq aşağıda qeyd olunacaq. Məhz siz rəy bölməsinə daxil olaraq həmən ödənişsiz qrupu görəcəksiniz. Ödənişsiz qrupa daxil olaraq müəyyən posterlər, suallar, izahlarla rastlaşacaqsınız və sizlərə dəstək olmuş olacağım. Hörmətli müəllimlər, burada 2 dənə standart qeyd olunubdur. Və bilirsiniz ki, standart mühümdür, lazımdır və standartlarla bağlı suallar da düşə bilər. Məsəl üçün, bir qeyd olunub ki, 1-1-1 standartı qeyd olunub. Bir də qeyd olunub hansı ki, bizə verilib 1-1-2. Bu nə deməkdir? Yəni, ayrı-ayrı bacarıqların həyata keçirilməsidir. Uşaqda ayrı-ayrı bacarıqların həyata keçirilməsi. Birinci, fiziki inkişaf, sağlamlıq və təhlükəsizliklə bağlı verilən fiziki hərəkətləri yerinə yetirir. Hər yaş kateqoriyasına 1-2 yaş, 2-3 yaş, 3-4 yaş, 4-5 yaş, 5-6 yaş uşaqlarında fərqli bacarıqlar olacaq. Hər biri fiziki hərəkətləri yerinə yetirsə də, yaş səviyyələrinə uyğun yerinə yetirəcəklər alt standartı. Məsəl üçün, 1-2 yaşlı olan uşaqlar, uşaq qarşısına qoyulmuş yumuşaq oyuncağa doğru sərbəst yeriyir, əyilərək onu götürməyə çalışır. Bəzi uşaqlar var ki, 1 yaşından sonra gəzməyə başlayırlar və yaxud 2 yaşından sonra əyilərək götürür və yaxud iməkləyərək götürür. Bu bacarığı nümayiş edirsə, 2-3 yaşındakı uşaq isə artıq çəkilmiş düz xətt boyunca həmən topa doğru gedir və müəllimə atır. Və buradan da məlum olur ki, 1-2 yaş yaşında olan uşaqla 3 yaş arasında olan uşağın bacarıqları fərqli olacaq. Məsəl üçün, 3-4 yaş arasında olan uşaqlarda uşaq kiçik maneələrin arasından keçərək, yəni burada görürsünüz, maneələr qoyublar ki, onları keçərək halqanın içərisinə daxil olur və 2 ayağı üzərində tullanaraq çıxır. Artıq bunu yerinə yetirən, belə deyək də, uşaq hansı yaş olacaq? 3-4 yaş arasında olan uşaq olacaq. 4-5 yaş arasında olan qaçma prosesini həyata keçirə bilir. Məsəl üçün, uşaq verilən komandaya əsasən əvvəl sürətlə qaçır, dayan komandasında dayanır. Sonra istiqamətini dəyişərək müəyyən edilmiş nöqtəyə doğru hərəkət edir. Yəni, artıq şagirdin həm biliyi, bacarığı artıq verilən alt standarta uyğundur. 4-5 yaş arasında şagird bunu yerinə yetirə biləcək. 5-6 yaş uşaqlar isə uşaq maneəli hərəkət zolağında qaçır, alçaq maneənin üzərindən tullanır, dar xətt üzərində belə düzgün şəkildə dayanır və bu bacarığı düzgün şəkildə topun üzərində, belə deyək, topu düzgün şəkildə hədəf aparır. Yəni, düzgün formada bunu yerinə yetirə bilir. Yəni, burada dayanaraq bu topu düzgün şəkildə atma bacarığını həyata keçirir. Məsəl üçün, mənə bu standartı versələr, mən bunu 1-2 yaş götürə bilmərəm. 1-2 yaş uşaqlara heç ayaq üstə düzgün dayanmağı və yaxud da ki, deyiləni əməl etməyə bacarmırlar. Amma 5-6 yaş uşaqları bunu bacarırlar. Burada standartlarla bağlı necə suallar düşə bilər? Sizə verilə bilər standart, yaş səviyyəsinə görə, kateqoriyasına görə ayırd etməyi istəyə bilərlər. Biz bildik ki, 1-2 yaş belə deyək, uşaqlar sadəcə yüngül hərəkətlər edərək müəyyən ayağa qalxma və yaxud da topa yaxınlaşma, hər hansı bir oyuncağa yaxınlaşma hərəkətini həyata keçirdi. 2-3 yaş uşaqlar isə xətt boyunca düzgün şəkildə topu götürüb müəllimə atırlar. Və belə bir qənaətə gəlirik ki, hər yaşın özünə uyğun, belə deyək də, standartı var. Və bir müəllim olaraq biz bu standartları bilməsək, əlbəttə ki, müəyyən problemlər yaşaya bilərik. Məzmun standartları deyilər. Əslində, qanunən bu alt standartdır. Çünki məzmun standartı 2 yerə bölünür. Alt standart, əsas standart və alt standartdır ki, biz onu məhz belə deyək də, özümüz üçün planlaşdırmamızda, özümüz üçün verilən, belə deyək də, davamiyyət rəsmi kitabçada da biz bunu qeyd edirik. Və gəlirik digərinə. 1-1-2 tullanma bacarığına uyğun fərqli nümunələr. Aha, 1-2 yaş uşaqlar, uşaq böyüyün daha doğrusu köməyi ilə alçaq pillədən
10-15 sm iki ayaqla birlikdə yerə tullanır. Yəni bizim öz övladlarımız da olub da, yəni yüngül formada hoppana bilirlər. 2-3 yaş uşaqlar isə uşaq iki ayaqla birlikdə yerdə çəkilmiş xəttin üzərinə tullanır. Artıq bunun yaş dövrü neyinir? Dəyişir. 3-4 yaşında olan uşaqlar isə uşaq ardıcıl olaraq iki halqanın içinə iki ayaqla tullanır. Yəni 3-4 yaşında olan uşaq artıq bunu rahat yerinə yetirə biləcək. 4-5 yaşında olan uşaq isə uşaq bir ayaq üzərində irəliyə doğru tullanır, sonra ayağını dəyişir. Hansısa ki biz oynuyurduq, belə lori şəkildə bir klass-klassda misal göstərə bilərik. Rəhli kağızlar bir ayaq bura, bir ayaq ora. Yəni bu şəkildə göstərə bilərik. 5-6 yaşındakı uşaq isə uşaq müxtəlif istiqamətlərə və kiçik maneələrin, məsələn, hündürlük ola bilər 20-25 sm üzərinə ardıcıl tullanır. Bu nə deməkdir? Burada da tullama bacarıqları yaş səviyyələrinə uyğun şəkildə standartlarla müəyyənləşdirilir. Və belə bir qənaətə gəlirik ki, bizim keçdiyimiz məktəbəqədər təhsil üzrə proqramda yaş səviyyəsi, yaş kateqoriyası çox önəmlidir. Mən 2-3 yaşındakı uşağa bu bacarıqları yerinə yetirə bilmərəm. Mən bunları bilməliyəm ki, həmən şagirdlərə necə proqramı düzgün şəkildə mənimsədə bilərəm, bunu həyata keçirə bilim. Və mənim imtahanda qarşılaşacağım sualları düzgün yaza bilim. Ona görə də standartlarla bağlı yenə də izahlar olacaq. Mütləq şəkildə kanalı izləyirsiniz və bilməlisiniz ki, hansı standartlar hansına aiddir. Məsəl üçün, burada bizdə masa arxasında davranışlar ola bilər. Burada bizə, məsəl üçün, digər bacarıqlar ola bilər ki, onunla bağlı verilə bilər. Məsəl üçün, əşya və hadisələr haqqında ilkin təsəvvürə malik olma bacarığını nümayiş etdirməsindən bağlı ola bilər və s. Ona görə bunların hər biri ilə bağlı mən sizlərə paylaşım edəcəm. Mütləq şəkildə kanala abunə olursunuz və ən əsası isə ödənişsiz qrupumuza daxil olursunuz. Bir də soruşa bilərsiniz ki, bəs siz ancaq ödənişsiz dərslər keçirsiniz? Xeyr, əlbəttə ki, bizim avqust ayın 12-si yeni sıfırdan endirimli qrupumuz dərsə başlayır. Dərsə qoşulmaq üçün bizimlə əlaqə saxlaya bilərsiniz. 050 566 00 61 nömrəsi ilə və qeyd etmək istəyirəm ki, bağça üzrə heç bir vəsait almırsınız, heç bir test bankı almırsınız. Bütün vəsaitlər, dərsliklər, izahlar mən tərəfindən sizlərə göndəriləcək. 12-si ilk dərsimiz olacaq. 3-cü və 6-cı gün 21:00-da olacaq. Qeyd etmək istəyirəm ki, Zoom proqramında canlı keçirilir dərslər və ən əsası isə yaxın zamanda həm MİQ, həm sertifikasiya imtahanı keçiriləcək. Mütləq şəkildə 60 günlük proqramımıza qoşula bilərsiniz. Özünüzə yaxşı baxın, növbəti izahlarda görüşmək üzrə və kanala abunə olmağı unutmayın.